Salam dəyərli iştirakçılar, hər birinizin axşamınız xeyir olsun. Ümid edirəm ki, hər biriniz yaxşısınızdır. Dərə qrup olaraq bugün növbəti vebinarımız keçiriləcəkdir. Vebinarımızın mövzusu hal-hazırda, yəni cəmiyyətimizdə çox aktual mövzulardan biridir. Mövzumuz uşaqlarımızı cinsi zorakılıqdan necə qoruya bilərik mövzusudur ki, biz bu mövzuda onların təhsildən yayınması, gənc yaşda, az yaşda, daha doğrusu təhsildən yayınması haqqında da təlimçimiz danışacaq. Təlimçimiz isə pedaqoq Rəhimə Hacıyeva olacaqdır. Rəhimə xanım, necəsiz? Axşamınız xeyir. Axşamınız xeyir. Mən də sizi salamlayıram. İlk öncə dəvətiniz üçün təşəkkür edirəm. Daha sonra isə ümidvaram ki, hər kəs yaxşıdır. Bu mövzunu seçdik birlikdə. Çox sağ olun ki, siz də məni dəstəklədiniz ki, bu mövzuda danışaq bugün. Çünki mən düşünürəm ki, həqiqətən günümüzdə çox aktual və problemli mövzulardan biridir və problemi necə həll etməli olduğumuzu çox az insan bilir. Ona görə bu mövzu nə qədər çox müzakirə olunarsa, bir o qədər çox problem həll oluna bilər deyə düşünürəm. İlk öncə özümü təqdim eləmək istəyirəm. Mən Hacıyeva Rəhimə xanım, pedaqoq, təlimçi, eyni zamanda ailə mentoruyam. Artıq 10 ilə yaxındır ki, xüsusi təhsil sahəsində çalışıram. Yəni xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbə qədər tədris proqramını, təhsil proqramını tədris edirəm. Tədris edirəm. Bir saniyə. 30 yaşım var. Özümün də 3 yaşında bir qızım var. Bir saniyə üzr istəyirəm. Aha, özümün də 3 yaşında qızım var və sadəcə belə deyək də müəllim olaraq, mütəxəssis olaraq deyil də eyni zamanda ana olaraq da bu mövzu məni narahat eləyir. Başlayaq ümumiyyətlə mövzu niyə bu qədər necə desək aktualdır? Bugün çox yerdən xəbərlərdə, sosial şəbəkələrdə eşidirik ki, ən azında ayda bəlkə də 4-5 dəfə belə xəbərlər qarşımıza çıxır ki, hər hansısa bir regionlarda və yaxud Bakının kəndlərində, Bakının mərkəzində uşaqlar cinsi istismara məruz qalırlar, cinsi zorakılığa məruz qalırlar. Bir saniyə. Cinsi istismara məruz qalırlar. Bunun bir çox səbəbi var. Əsas səbəb də uşaqların bu mövzuda ümumiyyətlə bizim mentalitetdə uşaqların bu mövzuda maariflənmiş olmamasıdır. Yəni məlumatlı olmamasıdır. Yəni siz gedib soruşsanız, 8 yaşında uşaq da ümumiyyətlə cinsi tərbiyə nədir bilmir və yaxud da ona qarşı olan cinsi zorakılığın zorakılıq olduğunu bilmir. 3 yaşında uşaqdan soruşsanız da, yeniyetmə 14-15 yaşında uşaqdan soruşsanız da yenə də eyni cavabı alacaqsınız. Mövzu aktualdır, çünki niyə? Bizdə bəlkə də bu mövzu indi bizə aktualmış kimi gəlir, amma illər öncə də aktual idi. 20 il bundan əvvəl də aktual idi, 30 il, 50 il bundan əvvəl də aktual idi və bəlkə də daha çox idi statistikada cinsi zorakılığa, cinsi tacizə məruz qalan uşaqlar, qadınlar. Sadəcə hal-hazırda sosial şəbəkələr daha çox aktiv olduğuna görə, sosial şəbəkələrdə daha çox hər şey gündəm olduğuna görə biz bu xəbərləri tez-tez eşidirik. Bəs ümumiyyətlə cinsi zorakılıq nədir? Bildiyimiz kimi cinsi zorakılıq ümumiyyətlə eyni zamanda məişət zorakılığının daxilinə kateqoriyasına daxildir. Hansı ki, məişət zorakılığına fiziki zorakılıq, psixi zorakılıq, iqtisadi zorakılıq və cinsi zorakılıq aiddir. Cinsi zorakılıq, məişət zorakılığı deyəndə əvvəlcə buna bir qısa məlumat verim. Sizin ailənizdə yaşayan, yəni sizinlə eyni evin altında yaşayan və eyni həyətdə yaşayan insanlar nəzərdə tutulur. Yəni siz deyəlim ki, qonşu məişət zorakılığına daxil deyil və yaxud da ki, hər hansısa bir avtobusda bu məişət zorakılığı deyil. Sizin evinizin içində və sizinlə eyni həyəti paylaşan insanlar. Bu ola bilər ki, sizə qonaq gələn insanlar da olsun, yəni birinci dərəcə həlli qohumlarınız da olsun. Bu artıq məişət zorakılığı gedir. Və məişət zorakılığının bir növlərindən biri də cinsi zorakılıqdır. Hansı ki, bugün bir çox bu uşaq
Rəhimə xanım, səsiniz gəlmir. Hələ də gəlmir səsiniz, eşidilmir. Texniki problemə görə üzrlü sayın. İndi Rəhimə xanım yenidən qatılacaq vebinarımıza, narahat olmayın. Aha, üzürlü sayın. Səsdə istəyirdim nauşniki çıxarım. Əslində bluetoothu bağlayırdım, amma səs problemi həll olmur da. Ona görə çıxıb yenidən girməli oldum. İndi səhv etmirəmsə səsim gəlməlidir. Aha, Bəli, bəli. Səsiniz gəlir, başlaya bilərik. aha. Səsim gəlir. Bizim problemimiz odur ki, bizim cəmiyyətdə ümumiyyətlə uşaqlara cinsi tərbiyə vermirik. Yəni uşaqlarla cinsi mövzularda söhbətlər etmirik. Eyni zamanda uşaqların bədəninə, yəni onların məhrəmiyyətinə qarşı, bədən üzvlərinə qarşı, cinsi orqanlarına qarşı məhrəm davranmırıq. Nədir cinsi tərbiyə? Ümumiyyətlə necə verilməlidir? Cinsi tərbiyə başlayır uşağın doğulduğu gündən. Yəni 0-2 yaş dönəmi arasında bəzən biz uşaqlara, körpədir, o heç nə başa düşmür, balacadır, böyüyəndə yadından çıxacaq kimi deyib uşaqlara qarşı yanlış davranışlar sərgiləyirik. Məsələn, yeni doğulan bir körpəni hər kəsin içində pampersini dəyişmək, onun üstünü, başını dəyişmək, dənizə apararkən çimərlik geyimlərindən istifadə etməmək onun məhrəmiyyətini pozan bir davranışdır. Və siz artıq övladınızda cinsi orqanlarına qarşı hər kəsə göstərə bilərsən. Hər kəsin yanında üstünü, başını dəyişə bilərsən. Hər kəs sənin bədəninə toxuna bilər mesajı verirsiniz. Bunun üçün nə edirik? Övladımız doğulduğu gündən onun altını, bezini hər kəsdən kənarda, bura hər kəs deyəndə siz və atasından başqa hər kəs daxildir. Yəni ay nənədir, ay babadır, ay xaladır, nə olacaq kimi düşüncələr çox yanlışdır. Övladınızın bezini hər kəsdən kənarda dəyişməlisiniz ki, uşaq yavaş-yavaş böyüdükcə onda bu formalaşsın ki, bu mənim məhrəm alanımdır və bunu hər kəsin yanında edə bilmərəm. Məsələn, tualet təliminə başlayandan sonra yanlış olan nədir? Valideynlər güvəci evin hər yerində istifadə edirlər. Uşaq da düşünür ki, mən evin hər yerində güvəcimə otura bilərəm, paltarımı aşağı çəkə bilərəm, hər kəs bunu görə bilər, bu normaldır. Və yaxud körpə uşaqlara qarşı nə edirik? Cinsi orqanlarından əzizləmək kimi yanaşırıq və əzizləmə olaraq adından istifadə edərək biz onları əzizləməyə çalışırıq. Ay nənə sənin pipini yesin, ay baba sənin pipini yesin, əmiyə bir pipini göstər və yaxud qız uşaqlarına adətən istifadə etdiyimiz sözlər, hər məməni göstər deyib gülürük və toxunuruq. Bunlar çox yanlışdır. Çünki uşaqlar cinsi orqanlarının heç kəsin görməməli olduğunu və heç kəsin toxuna bilməyəcəyini başa düşməlidir.
Bunu uşaqlarda necə formalaşdıra bilərik bəs? İlk öncə dediyimiz kimi, övladlarımıza qarşı birinci, necə bədən üzvlərini öyrədirik? Məsələn, burundur, gözdür, başdır, qaşdır, ağızdır. Bu bizim bədənimizin üzvləridir, düzdür? Və biz hər birimiz uşaq doğulanda ən az 1 yaşında övladımıza bədən üzvlərini öyrətməyə başlayırıq. Çox təəssüflər olsun ki, biz övladımıza cinsi orqanlarını öyrətmirik. Məsələn, popişin deyirik və yaxud pipini hər kəsə göstər. Bu kimi sözlərdən istifadə edirik. Amma biz övladımıza cinsi orqanlarını öz adı ilə penis, vagina, popo kimi öyrətməliyik ki, övladımız bədəninin fərqində olsun. Bu orqanın ona aid olduğunu və cinsi orqan olduğunu bilsin. Və bununla bərabər övladımıza öyrətməli olduğumuz şey odur ki, bədəninə heç kəs toxuna bilməz. Sən istəmədən heç kəs səni öpə bilməz. Sən istəmədən heç kəs səni qucaqlaya bilməz. Sənin yox demək kimi bir haqqın var. Çox təəssüflər olsun ki, biz övladlarımıza bunu öyrətmirik. Baxın, bugün medialarda məsələn, deyəlim ki, axırıncı dəfə bir sosial şəbəkələrdə xəbər çıxdı, 60 neçə yaşlı kişi 4 yaşında qıza qarşı nalayiq hərəkətlər edirdi ya. Məsələn, o videonun mən şərhlərini oxuyanda həqiqətən dəhşətə gəlirdim. Niyə dəhşətə gəlirdim? Çünki insanlar qurbanı artıq günahkara çevirmişdilər. Məsələn, yazılan şərhlərdən biri belə idi. 4 yaşında uşağa bax, məndən yaxşı cinsi hərəkətlər eləyir. 4 yaşında uşağa bax, özünü öpdürür. 4 yaşında uşağa bax, bunları hardan bilir? İndi mən sizə sual verirəm. Əgər siz doğulduğu gündən bir uşağı qonaq gələndə, gəl bibi sənin dodağından öpsün deyib dodağından öpürsünüzsə və yaxud uşağı, gəl bibi sənin pipini yeyəcək deyib əzizləyirsinizsə, sizcə o uşaq biraz böyüyəndə, məsələn 2, 3, 4 yaşı olanda kimsə onu gəlib dodağından cinsi istismar edərək öpəndə bunu başa düşə bilərmi? Əlbəttə ki, başa düşməyəcək. Çünki artıq bu uşaq üçün normal bir haldır. Adətən də qız uşaqlarını eləyirlər və analar özləri də bunu eləyirlər. Dodaqdan öpmə, məmədən öpmə, uşağın poposuna vurma, bunların hər biri yanlışdır. Öncə nə edirik? Övladımıza cinsi orqanlarını bədən üzvüymüş kimi öyrədirik. Daha sonra bu cinsi orqanlara özündən başqa heç kim toxuna bilməz. Sadəcə çimizdirərkən ana, ata toxuna bilər. Həkimə, valideynin yanında həkim toxuna bilər və pis toxunuş, yaxşı toxunuşu öyrədirik uşaqlara. Nədir pis toxunuş, yaxşı toxunuş? Baxın, bunu ən rahat öyrətmə şəkli YouTube-da ümumiyyətlə good touch, bad touch yazanda çox qəşəng animasiya tipli videolar çıxır. İyi toxunuş, kötü toxunuş yazanda da çıxır. Türk dilli animasiyalarda çıxır. Nədir bunlar? Məsələn, dostlarınla sənin bir-birinizi qucaqlamanız yaxşı toxunuşdur. Amma yad insanın gəlib səni qucaqlaması pis toxunuşdur. Sənin başını kiminsə sığallaması yaxşı toxunuşdur. Amma kiminsə sənin cinsi orqanlarına toxunması pis toxunuşdur. Sən istəmədən kimsə sənə məsələn tanımadığın biri konfet verir, gəl səni qucaqlayım deyir, bu pis toxunuşdur. Amma kimsə səni əl verir, salam verir, bu yaxşı toxunuşdur. Həkimə gedərkən həkimin sənə valideynlərinin yanında toxunması yaxşı toxunuşdur. Amma yenə də məsələn yad insanların səni zorla qucaqlaması, öpməsi pis toxunuşdur. Qısaca uşağımıza öyrətməli olduğumuz şey budur ki, səni pis hiss etdirəcək bütün toxunuşlar pisdir. Səni yaxşı hiss etdirəcək, sevgi, güvəndə hiss etdirəcək bütün toxunuşlar yaxşıdır. Bunların fərqini anlaya bildiniz? Suallarınızı zəhmət olmasa qeyd edin, sonda bir-bir verəcəksiniz, mən də cavablayacağam. Daha sonra mayo texnikası deyilən bir texnika var. Nədir bu? Çimərlik geyimi texnikası. Biz dənizə bu 2-3 yaşında uşaqları öyrətməyin ən gözəl yoludur cinsi tərbiyəni. Biz çimərliyə gedəndə hansı orqanlarımızı bağlayırıq, haramızı bağlayırıq? Yəni çimərliyə gedəndə normal valideyn, normal düşüncəyə sahib valideyn 2 yaşında, 3 yaşında, heç 6 aylıqda uşağını lüt şəkildə dənizə salmır. Düzdür, çimərlik geyimindən istifadə edir. Oğlanlar at paltarından, plavkilərdən istifadə edir, qızlar isə çimərlik geyimi geyirlər. Mayo texnikası nədir? Dənizdə çimərkən bağladığımız hissələri heç kəs görə bilməz. Bura bizim sinəmiz, ayaqlarımızın arası, popomuz daxildir. Eyni zamanda bizim
dodağımız, sinəmiz, popomuz və ayaqlarımızın arasına heç kəs toxuna bilməz. Başa düşdünüz? Bura toxunması pis toxunuşdur. Və biz bu mayo texnikası ilə bu gizlətdiyimiz hissələrə bizdən icazəsiz toxunmaq olmaz. Heç kəs toxuna bilməz. Anamız, atamız sadəcə çimərkən, yəni bizim təmizliyimizi belə deyək də təmin edərkən toxuna billər. Və övladımıza öyrətməli olduğumuz kiçik yaşlardan olan şey yox deyə bilərsən. Bu bədən sənindir. Kimsə səni öpmək istəyəndə, kimsə səni qucaqlamaq istəyəndə və sən bunu istəməyəndə sən yox deyə bilərsən. Bura qədər aydındır. 0-3 yaşındakı uşaqlara cinsi tərbiyəni ən qısa formada, bu formada belə desək də təbliğ eləyirik. Birinci, ümumiləşdirək, doğulduğu gündən məhrəmiyyətinə belə desək önəm veririk. Hər kəsin yanında üstünü dəyişdirmək olmaz, bezini dəyişdirmək olmaz, paltarını belə dəyişdirmək olmaz. Baxın, mən çox vaxt rastlaşıram, məsələn, mollarda, əyləncə mərkəzlərində, tualetlərdən sıra növbə olur deyə uşaq məsələn tərləyib ya da üstünə nəsə dağıdıb, ana, ata uşağı hamının içində soyundurur, üstünü dəyişdirir ki, balaca uşaqdır da, nə olacaq ki? Baxın, sizin bugün balaca uşaqdır dediyiniz şey sabah nələr, hansı fəsadlara yol açır. Çünki o uşağın öz bədəninə qarşı bir məhrəmiyyət formalaşmır. Hər kəsin içində soyuna bilərəm, hər kəsin içində geyinə bilərəm, hər kəs məni öpə bilər, qucaqlaya bilər, toxuna bilər. Bu formalaşır uşaqda. Sabah kimsə pis toxunuşdan da ona toxunanda, o bunu dərk etmədiyinə görə artıq qarşı da qoya bilmir, gəlib sizə öz dərdini də anlata bilmir, içində bir narahatlıq olur, amma bunu ifadə edə bilmir. Çünki bunun normal olduğunu alışıb. Bura qədər hər kəs okeydirmi? Daha sonra mayo texnikasından istifadə edirik dedik. Dəniz geyimi ilə örtdüyümüz hissələri heç kəs görə bilməz, heç kəs toxuna bilməz və övladımıza yox deməyə öyrədirik. Əgər sən istəmirsənsə, kimsə səni öpə bilməz, kimsə səni qucaqlaya bilməz, kimsə sənə toxuna bilməz. Bunu mütləq şəkildə övladımıza öyrədirik. Mənim qızımın 3 yaşı var və mənim qızımda biraz necə deyim, sensor həssaslıq var. O çox toxunulmasını, öpülməsini, qucaqlanmasını sevmir. Kiçik yaşlarda daha da çox sevmirdi və konkret şəkildə yəni etirazını bildirirdi və biz onu başqa valideynlər kimi məcbur etmədik ki, heç nə olmaz, xaladır, qoy səni qucaqlasın. Heç nə olmaz, əmidir, qoy səni öpsün. Bunu etmədiyimizə görə övladımızın o belə deyək siqnalına düzgün qulaq verdiyimizə görə indi bizim qızımız 3 yaş 6 aylıqdır. Artıq kimsə ona yaxınlaşıb öpmək, qucaqlamaq istəyəndə o deyir ki, istəmirəm, olmaz, toxunma. Baxın, bunu formallaşdırmalı olan şəxs kimdir? Valideyn. Təbii ki, heç birimiz belə deyək də bu hallardan qarantilənməmişik, yəni sığortalanmamışıq. Bəlkə bir gün mənim də qızımın başına belə bir hadisə gələ bilər. O bəlkə gəlib heç mənə bunu deyə də bilməz. Yəni o an belə deyim də, ümumiyyətlə aranızda kimsə varsa, məsələn ictimai nəqliyyatda qadınların başına çox gəlir cinsi qısnamalar, tacizlər və bir çox qadınlar həmin an orada donub qalırlar, reaksiya verə bilmirlər. Bu o demək deyil ki, onun xoşuna gəlir. Yəni sadəcə narahatdır. O özünü narahat hiss edir. Amma cəmiyyətin qınağından qorxduğuna görə, necə reaksiya verməli olduğunu bilmədiyinə görə həmin an orada susur. Və yaxud da ki, hadisənin şoku ilə nə etməli olduğunu bilmir. Yəni həmin an quruyub qalır. Uşaqlarda da bu keçərlidir. Ola bilər ki, həmin an özünü çox narahat hiss edir və nə reaksiya verməli olduğunu bilmir. Və yaxud da belə bir şeyin nə olduğunu bilir, amma evdə valideynimə desəm, valideynim məni öldürər, birdən mənə inanmaz düşüncəsində olduğuna görə valideyn nə deyə bilmir. Və yaxud da ki, mən onunla bacarmaram, o məndən böyükdür, mən ona nə edə bilərəm ki, düşüncəsi ilə yenə reaksiya verə bilmir. Burada nə etməliyik? Burada bir valideyn olaraq ilk öncə, ümumiyyətlə bir yetişkin olaraq balaca uşaqlara qarşı özümüzdə güvən yaratmalıyıq. Və bu güvən birinci ailədən başlayır. Məsələn, sizin qızınız da ola bilər, oğlunuz da ola bilər. Siz onu elə böyütməlisiniz ki, sizin övladınız sabah başına belə bir şey gələndə gəlib danışacağı ilk insan siz olasınız. Çünki belə deyək də bir
15 il geriyə getsək, 15 il geridə hər hansısa bir qız uşağının başına belə bir hadisə gələndə o gəlib valideynlərinə bir çox hallarda deyə bilməzdi. Niyə? Çünki cəmiyyətin qınağından qorxurdu. Niyə? Çünki valideynlərinin ona inanacağını düşünmürdü. Çünki valideynlərinin onu cəzalandıracağını düşünürdü. Niyə? Çünki bizdə bir ayıb məfhumu var və biz cinsi tərbiyə söhbəti gələndə, ümumiyyətlə cinslə bağlı bir söhbət açılanda bunu sadəcə ayıb və günahla övladlarımızı aşılayırıq. Məsələn, 3 yaşına qədər qız, oğlan fərq eləməz. Onları açıq, yəni hər kəsin içində soyundururuq, gəzdiririk, tualetini elətdiririk, dənizdə lüt çimizdiririk. 3 yaşından sonra uşağa deyirik ki, ayıbdır, mənə bax, heç kimin yanında soyunmaq olmaz. Amma 3 yaşına qədər olardı. 3 yaşından sonra olmaz. Çünki niyə ayıbdır? Çünki niyə günahdır? Biz bu sözlərlə övladımıza tərbiyə verməyə çalışırıq. Mahiyyətini izah eləmirik ona. Mahiyyətini bilmədiyinə görə də o ayıb, günaha görə özünü günahkar hiss edir ki, demək məndə bir problem var ki, o gəldi mənə toxundu. Bir çox qadınların başına gəlib, mən yenə də deyirəm, məsələn, mən bir dəfə bir təlimim yenə cinsi tərbiyə mövzusunda olmuşdu. Məsələn, orada 70 iştirakçı var idi və inanın sonda elə belə desək də hekayələr eşitdim ki, tüklərim biz-biz oldu. Məsələn, bir qadın vardı, o dedi ki, mənim 10 il bundan əvvəl rayonda 6-7 yaşında qızıma öz əmisi oğlu taciz eləyib qızı və bu bir neçə dəfə təkrarlanıb. Daha sonra ana bunu görüb, amma əmisi, hətta əmisi oğlu yox, əmisi və ana ailəyə bunu inandıra bilməyəcəyini düşündüyünə görə heç Aha, internetimdə problem yaşandı ona görə. Bugün bütün problemlər bizi görmüşcəsinə üzrlü sayın həqiqətən. Hə, harda qalmışdıq? Hə, biz övladlarımıza cinsi tərbiyə deyəndə ayıb günah üzərindən gedirik. Məsələn, deyim ki, bu son 1-2 ildə bu cinsi tacizlər, təcavüzlər məktəblərdə daha çox yayıldığına görə Nazirlər Kabinetinə belə bir təklif getdi ki, məktəblərdə cinsi tərbiyə tədris olunsun və valideynlər arasında sorğu keçirildi. Valideynlərin reaksiyası nə oldu? Övladlarımızın tərbiyəsini pozmayın. Yəni cinsi tərbiyə niyə verilməlidir ki? Bu şeyə qədər gəldi söhbət və bu təklif geri belə desək də rədd edildi. Çünki biz cəmiyyət olaraq hələ də cinsi tərbiyə verilməlidir mövzusuna çox uzağıq. 0-3 yaşı tamamladıq. Sonra gəlir artıq uşaqlarda 3, belə desək 6 yaş, yəni məktəb dövrünə qədər olan dövr. Bu dövrdə cinsi tərbiyəni necə veririk? Bu dövrdə artıq uşaqlarda
öz cinsləri ilə artıq 2 yaşından formalaşmağa başlayır, amma yenə də 3 yaşında tamamilə oturmuş olur. Öz cinsləri ilə qarşı cins arasındakı fərqləri kəşf eləyirlər. Məsələn, ola bilər ki, oğlan uşaqları gəlib sizə sual versin ki, ana, niyə sənin sinən böyükdür, məmən böyükdür, amma məndə böyük deyil və yaxud atada böyük deyil. Niyə, məsələn, bacısı varsa görə bilər. Bağçalarda uşaqlar bir-birlərinin tualetə gedəndə at paltarlarına baxırlar ki, niyə onda məsələn də pipisi var, məndə amma vaginadır. Bu kimi suallar verə bilərlər uşaqlar sizə. Və yaxud da məsələn uşaqlar hamilə birini görə bilərlər, cizgi filmində görə bilərlər, hamilə uşaq dünyaya gəldi falan. Gəlib sizə sual verə bilərlər ki, mən necə dünyaya gəlmişəm və yaxud da niyə sənin qarnın şişir? Məsələn, mənim qızım da bu təzəliklə formalaşıb, gəlir kuklanı qarnımın paltarımın altından qarnıma qoyur və deyir ki, orada bəbə var. Bu kimi suallar verə bilərlər sizə. Ola bilər ki, həmin sualın cavabını həmin an bilmirsiniz. Amma bu sualdan qaçmayın. Ayıbdır, bu sualı verə bilməzsən reaksiyası verməyin uşaqlarınıza. Mən indi bu sualın cavabını tapa bilmədim. Mən ata ilə bunu müzakirə edib sonra sənə cavab verəcəm. Olar. Bu kimi övladınızı əməkdaşlığa dəvət edirsiniz. Təklif alternativ sunursunuz. Və yaxud da çox hallarda olur, 4-5 yaşında uşaqlar gəlib sizə sual verir ki, mən necə dünyaya gəlmişəm? Və sizin cavabınız olur ki, səni Hacı Leylək gətirdi. Biz səni mağazadan aldıq. Məsələn, ikinci uşaq dünyaya gələndə evdə nə deyirlər? Ananın qarnı var, uşaq qarnını görür. Bu evdəki dialoqlardan da bilir, gəlir, sığallayır. Ay mənim qardaşım olacaq, ay mənim bacım olacaq. Daha sonra ana uşağı gedib dünyaya gətirib evə gələndə mağazadan aldıq, marketdən aldıq, nə bilim həkimdən aldıq. Bu kimi sözlər doğru deyil. Uşaqlar onsuz da müəyyən bir yaşa çatdıqdan sonra istədikləri cavabları fərqli mənbələrdən istədikləri kimi tapacaqlar. Onlara ən doğru zamanda doğru cavabları yaşına uyğun verməkdir məsləhətli olan. Məsələn, 3-6 yaş bir dövründə bir uşaq gəlib sizə sual verirsə ki, mən necə dünyaya gəlmişəm? Siz evlilik şəkil albomunuzdan istifadə edərək bir hekayə qura bilərsiniz. Gəl sənə ana ilə atanın toyunu göstərim. Bax, burada bizim toyumuzdur. Biz evləndik. Evlənəndən sonra bir yerdə yaşamağa başladıq. Daha sonra sən mənim qarnımda böyüməyə başladın. Sən böyüdün və biz həkimə getdik. Həkim ananın qarnını açaraq səni oradan götürdü və sən dünyaya gəldin. Bu ola bilər ki, bir çoxunuza absurd gəlsin və deyəcəksiniz ki, sizin başınıza hava gəlib. Amma danışılmalı olan hekayə budur. Uşağa anlatmalı olduğunuz hekayə budur. Siz uşağa Hacı Leylək gətirdi, mağazadan aldıq, yoldan tapdıq. Bu kimi şeylər deməməlisiniz. Çünki uşaqlar, məsələn, ola bilər ki, siz deyirsiniz ki, uşağınıza, səni yoldan tapmışam. O uşaq məktəbə gedir, 7-8 yaşında, öz aralarında belə bir söhbətlər eləyir. Biri danışanda, məsələn, deyir ki, məni yoldan tapıblar. Başqa biri digəri o necə uşaq dünyaya gəlir bilən deyir ki, səni yoldan tapıblar, onda onlar sənin anan atan deyil. Artıq görün övladınızda necə bir şey yaratmış olursunuz, travma yaratmış olursunuz. Ona görə ən doğrusunu demək ən doğru seçimdir. Daha sonra bu yaş dövründə uşaqlarda masturbasiya olur. Bəs masturbasiya etdikləri zaman bu da cinsi tərbiyənin bir hissəsidir. Nə edə bilərik övladlarımıza qarşı? Uşağın diqqətini yayındırmalısınız. Yenə də uşağa ayıbdır, günahdır sözlərindən istifadə etmirik. Çünki bu sözlərdən istifadə edərək siz övladınızı necə deyək, bir suçluluq duyğusu formalaşdırırsınız övladınızda və övladınız ömrünün hər anında sadəcə bu məsələlərə, yəni cinsi mövzulara günahkarlıq hissi ilə yanaşır. Və başına bir hadisədə gələndə o özünü günahkar hiss eləyir. Ona görə uşaqlarımıza qarşı bu sözlərdən istifadə etmirik. Ən yaxşı yol uşağın diqqətini yayındırmaqdır. Həmin an gördünüzsə, gəl birlikdə oyun oynayaq. Nə bilim, gəl indi ortalıq oyuncaqları yığışdıraq. Bu formada uşağın diqqətini yayındırmalısınız. Və uşaqlarımızı bayaq dediyimiz kimi necə eləyək ki, bu cinsi zorakılıqdan, bu kimi hadisələrdən qoruyaq. Əsas cinsi tərbiyədə verməli olduğumuz şey budur. Uşağımıza yaxşı toxunuşu, pis toxunuşu öyrədirik, övladımızda özümüzə qarşı güvən yaradırıq və ona yox deməyə öyrədirik. Əsas bu 3 təməl qaydadır. Bu 3 təməl qaydanı övladımızda formalaşdırsaq, ola bilər ki, yenə onun başına belə bir hadisə gələcək. Amma bu hadisə gəldiyi zaman gəlib ilk deyəcəyi insan siz olacaqsınız. Bir hekayə danışacağım sizə. Bəlkə də bu hekayə bir çoxlarınızın qarşısında
qarşısına çıxıb. Demək bir uşaq uşağı məktəbdən özünə çox qapalı olduğuna görə psixoloqa göndərirlər və uşaq psixoloqa gedib özü üçün da oyun terapisində hekayə qurur, oyunlar oynayır və bir gün psixoloquna deyir ki, bilmirəm əmimi, atamı yalan deyərəm o barədə. Məndən peçenyamı istəyir. Və psixoloq da deyir ki, təbii olaraq o səndən peçenyanı istəyirsə, sən onunla peçenyanı paylaşa bilərsən. Paylaşmaq gözəl bir şeydir. Bax, mən də səninlə məsələn konfetimi paylaşıram. Və uşaq çıxır gedir evə. Yenə seans zamanı gəlir, yenə uşaq gəlir, yenə deyir ki, filan kəs məndən peçenyamı istədi. Mən ona yenə verməliyəm. Psixoloq da israrla deyir ki, bəli, sən verməlisən. Çünki bu sənin paylaşmağı öyrənməlisən. Sən artıq böyük qızsan. Bax, mən də sənə verirəm. Və müəyyən bir zaman keçəndən sonra uşaq səhv etmirəmsə ölür və öləndən sonra aşkarlanır ki, əslində həmin yetişkin uşağın peçenyası deyəndə uşaqla cinsi əlaqəyə girir. Peçenya isə uşaq özünün vaginasına deyir. Çünki evdə hər zaman anası, atası sevərkən, nə bilim, anası cinsiyyət orqanı olaraq ona popo, nə bilim, vagina deyil də peçenya deyə öyrədir və uşaq gəlib bunu deyir əslində psixoloqa ki, məndən filan kəs peçenyamı istəyir. Və psixoloq da normal olaraq, yəni düşündüyü peçenya olduğuna görə deyir ki, sən ondan paylaşmalısan. Uşaq da psixoloqun bu dediyinə inandığına görə və həmin şəxsə qarşı qoya bilmədiyinə görə, balaca olduğuna görə bu davamlı şəkildə bu cinsi istismar davam edir və müəyyən vaxtdan sonra uşaq həlak olur. Öldükdən sonra aşkarlanır ki, əslində bu uşaq cinsi istismara məruz qalır. Baxın, burada önəmli olan nədir gördünüz? Yəni uşağın o cinsi orqanlarını tam adı ilə bilməsi çox önəmlidir. Çox önəmlidir ki, gəlib özünü sizə izah eləyə bilsin. Başına gələni gəlib sizə anlata bilsin. Məktəblərdə və adətən qız uşaqları bu mövzularda daha həssas olurlar. Məsələn, belə hallar 5 oğlandan birinin başına gəlirsə, 5 qızdan 3-ünün 4-ünün başına belə hallar gəlir. Çünki niyə? Qızlarımız özünü müdafiə etməyi bilmirlər. Baxın, kiçik yaşlardan biz nə öyrədirik uşaqlarımıza? Oğlan uşaqsansa, pipini göstər, hansı qız istəyirsən sənə alacağam. Bunu formalaşdırırıq, yəni istədiyini ala bilərsən və qızlarımızı nə edirik? Doğulduğu gündən çox təəssüflər olsun ki, onun təhsili haqqında düşünmək əvəzinə, onun gələcəyi haqqında, öz ayaqları üzərində necə durarı düşünmək əvəzinə bir valideyn olaraq qız dünyaya gələn kimi başlayırlar ona cehiz yığmağa. İndi deyəcəksiniz ki, bu artıq çox keçmişdə qaldı Rəhimə xanım, bu indi belə deyil. İnanın mənə, hələ də bizim regionlarımızda, bizim Bakının kəndlərində qız uşağına evdə artıq bir boşqab kimi baxılır. Yəni necə? Artıq bir yeyən kimi. 16-17 yaşına gələcək, onu yaxşı bir yerə evləndirəcək və o çıxıb gedəcək. Köçəri quş misali, atalar sözlərimizdə necə deyirsə. Bu formada baxılır. Və qızlarımız təhsildən yayındırılır. Erkən nigaha məruz qalırlar. Bu 2025-in statistikasına görə Azərbaycanda hər 14-19 yaş arası qızlardan 5-dən biri erkən nigaha məruz qalır. Zaten statistikaya da ehtiyac yoxdur. Biz televiziya xəbərləri olsun, sosial şəbəkələr olsun, özümüz görürük ki, 14 yaşı var, nişanlandı. Təzə tapıblar. 14 yaşında, 15 yaşında nişanlayırlar. 18 yaşı olan kimi evləndirirlər. Çünki 18 yaşından tez cinayət işi sayılır. Əslində 14 yaşda cinayət işi sayılır. Çünki bu uşaqdır. Hələ də uşaqdır. Evlilik yaşı 18 yaşdır. 18 yaşından tez nişanlanmaq, söz kəsmək, nə olur olsun, hər biri cinayətdir. Çünki siz onu təhsildən yayındırırsınız. Və çox təəssüflər olsun ki, bizim ölkəmizdə hələ də bu kimi hallar özünü göstərir. Və təhsil almayan bir cəmiyyətdə, yəni qadınların təhsil almadığı bir cəmiyyət irəliyə gedə bilməz. Daha da inkişaf edə bilməz. Niyə deyə sual verəcəksiniz? Çünki bizim cəmiyyətimiz, yəni bizim kimi cəmiyyətlərdə hələ də uşağın tərbiyəsi qadının üzərindədir.
Yəni uşaq tərbiyəsi ata və anaya aid deyil. Valideyn deyib ikisinin də üzərinə bu məsuliyyəti yükləmirik biz. Sadəcə uşağın təlim və tərbiyəsini ananın üzərinə yüklüyürük. Və bu ana özü 15-16 yaşında evlənib ana olarsa, siz həmin o uşaqdan uşaq böyütməyi necə gözləyə bilərsiniz? Bunun üçün də nə etməliyik? İlk öncə erkən nikahların qarşısını almalıyıq. Qız uşaqlarımızın təhsilinə daha çox önəm verməliyik. Əgər həm oğlunuz, həm qızınız varsa, qızınızın təhsilinə 2 qat önəm verin. Oğlunuz oxumasın deyil bu. Oğlunuzun təhsilinə önəm verməyin deyil bu. Amma qızınızın təhsilinə daha çox önəm verin. Onun öz peşəsinin, belə deyək də, öz həyatını quracaq o iqtisadi azadlığının yaranmasına şərait yaradın ki, sizin övladınız sabah öz ayaqları üzərində dura bilsin. Və unutmayın ki, bugün sizin qızınız sabah cəmiyyətdə bir qadın olacaq, bir ana olacaq və onun böyütdüyü uşaq da bu cəmiyyəti formalaşdıracaq. Əgər cəmiyyətdə bir dəyişiklik etmək istəyiriksə, bizim kimi cəmiyyətlərdə ilk öncə qız uşaqlarının təhsilinə fokuslanmalıyıq. Çünki onlar sabahın anasıdırlar. Və yenə deyirəm, çox təəssüflər olsun ki, bizim cəmiyyətdə uşaq tərbiyəsi sadəcə ananın üzərinə düşür. Ana nə qədər bilgili, ana nə qədər belə desək də məlumatlı, ana nə qədər dünya görüşlü olarsa, uşaq bir o qədər bilgili, dünya görüşlü və inkişafa yönümlü olacaq. Ola bilər deyəcəksiniz ki, niyə bizim kəndlərdə yaşayan heç təhsil almayan analarımız var ki, onların uşaqlarını oxumaları üçün əllərindən gələni eləyirlər, çabalayırlar. Okey, mən sizinlə burada razıyam. Amma yenə də o ananın qızına öyrədə biləcəyi şey təhsil verir. Amma təhsili niyə verir? O yaşadığını qızı da yaşamasın deyə, o əziyyəti qızı da çəkməsin deyə. Amma yenə də qızı deyəlim ki, qızı ilə bir cinsi söhbətdə oturub söhbət eləyirmi? Cinsi tərbiyə mövzusunda söhbət eləyirmi? Xeyr, eləmir. Çünki utanır. Çünki elə bir divar var ki, elə bilir ki, o divarı aşmaq olmaz. Bunun üçün də nə etməliyik? Qızlarımızı maarifləndirməliyik və uşaqlarımızı qorumalı olduğumuz bir belə deyək də zorakılığın bir növü də kiber zorakılıqdır. Çünki bugün belə deyək də sosial şəbəkələrdən uşaqlarımız çox istifadə edir və valideynlərin bir çoxu sosial şəbəkələrə nəzarət etmir. Baxın, demirəm ki, uşaqlar sosial şəbəkələrdən istifadə etməsinlər. Çünki elə bir dövrdə yaşayırıq ki, texnologiya ilə iç-içəyik. Yəni uşağa telefon da verəcəyik, o sosial şəbəkələrdən də istifadə edəcək, telefondan da, kompüterdən də istifadə edəcək. Bu qaçılmaz bir şeydir. Amma övladımızın o belə deyək də Google keçmişini nəzarət eləmək, Instagramına, nə bilim Facebookuna, WhatsAppına nəzarət eləmək bizim əlimizdədir. Baxdığı filmlərə, izlədiyi belə desək də videoları nəzarət eləmək bizim əlimizdədir. Bu o demək deyil ki, siz övladınıza deyirsiniz ki, gətir telefonunu baxacam görüm kimlə danışırsan. Xeyr. Bunu desəniz, təbii ki, sizin övladınız zaten danışdığı mesajları siləndən sonra sizə telefonu verəcək. Siz övladınızla elə bir güvən yaratmalısınız ki, aranızda. O güvənlə o uşaq öz telefonunu məsələn sizin yanınızda heç kilidə qoymadan o telefonu sizin yanınıza qoya bilsin. Və yaxud başına hər hansısa bir pis hadisə və yaxud da yaxşı bir hadisə gələndə gəlib onu sizə danışa bilsin. Bizim yaşda olan qızların bir çoxu ilk sevgisini deyək də, ən masum halı ilə deyək, gedib analarına danışa bilməzdi. Çünki qorxardılar, çəkinərdilər. Aha, birdən anam bilsə məni öldürər. Pis bir şey də başına gəlsə gedib anasına danışa bilməzdi. Çünki qorxurdu. Çünki o güvən yox idi. Çünki mən başa düşürəm, bizim analarımız da o formada böyüdüldüklərinə görə bizlə o söhbətlərə girməzdilər. Məsələn, mənim yadımdadır, biz məktəb vaxtı, bəlkə də hər kəsin məktəbinə gəlib, indi də bəlkə məktəblərdə var. 6-7-ci sinifdə oxuyanda menstruasiya ilə bağlı səhv etmirəmsə Always-dən nümayəndələr gəlmişdi və onlar bizə menstruasiya haqqında danışdılar, bizə pedlər verdilər və bunu sadəcə qızlarla elədilər. Ay oğlanlar çıxsın, qızlar qalsın, qızlarla elədilər və bütün qızlar hamısı çıxanda pedləri bir yerlərində gizlətməyə çalışırdılar. Bir gərginlik var idi ki, onu heç kim görməsin və mağazada belə alanda hələ də indi də elə vəziyyət var. O pedi oğlan satıcı varsa, kassir varsa, kəndlərimizdə bu çox
hallar yaşanır, regionlarda da var. Onu gizlətməyə çalışırlar. O kassadan başqa kassaya keçməyə çalışırlar ki, qadın olsun. Ayıb bir şeymiş kimi. Yəni buna görə də başımıza pis bir hadisə gələndə də bunu gəlib cəmiyyətə danışa bilmirdik. Çünki cəmiyyətin bir qınağı var idi. Baxın, bayaq nə dedim? Adi 4 yaşında uşağa 60 yaşında bir kişi seksual hərəkətlər sərgiləyir uşağa qarşı, uşağı taciz edir. Amma bizim cəmiyyətimiz uşağı günahkar çıxarır ki, uşaq niyə orada durdu? Uşaq niyə icazə verdi? Uşaq niyə onun qucağından düşmədi? Uşaq niyə qışqırmadı? Biz demirik ki, o kişi niyə ona qarşı bu hərəkəti elədi. Biz deyirik ki, uşaq niyə bunu elədi? Və yaxud da bu gün cəmiyyətimizdə təcavüz olub, məsələn, ölən qadınlar olsun, təcavüz olub yaşayırlar, amma biz qurbanı günahkar çıxarırıq. Ay qısa geyinməyəydi, ay makyaj eləməyəydi, ay gecə vaxtı orada nə iş var idi? Bu sadəcə bizim cəmiyyətə aid deyil, bizim kimi düşünən cəmiyyətlərə aiddir. Bizim cəmiyyət olsun, Türkiyə olsun, yəni ən yaxınıq da bir-birimizə də. Niyə qısa geyinmişdi? Niyə gecə saatında oradaydı? Niyə oğlan dostları var? Bu kimi həmişə qurbanı günahlandırırıq biz. Ona görə də bizim cəmiyyətdə heç kəs başına gələn pis hadisəni cəmiyyətdə qınaq obyektinə çevrilməməkdən ötürü dilinə gətirməyə risk eləmir. Eynən də uşaqlara aiddir bu. Siz övladınızda güvən yaratmasanız, o daima sizdən qorxsa, daima sizdən çəkinsə və daima bu tipli şeylərin ayıb olduğunu düşünsə, o gəlib sizə deməyəcək ki, hə, mən avtobusda belə bir hadisə gəldi başıma və yaxud da ki, qonşunun oğlu mənə qarşı belə desək də hərəkət elədi. O bunu deməyəcək sizə. Çünki sizdən çəkinir, çünki sizdən qorxur, çünki sizin qınağınızdan qorxur. Ona görə bu güvəni yaratmalıyıq. Və kiber təhlükəsizlik, kiber zorakılıqda dediyim, uşağınızın telefonunu formada ala bilməzsiniz. Uşağın məhrəm alanına, yəni özəl alanına hörmətlə yanaşmalısınız. Uşağın telefonudur, gündəliyidir, çantasıdır, otağına qapını döymədən girmək olmaz. Mən analar, atalar tanıyıram ki, onlar deyirlər ki, uşaq mənimdir, mənim haqqımdır onun sumkasını gedib açıb baxmaq. Mənim haqqımdır istədiyimdə onun telefonu açıb baxmaq. O zaman deyəlim ki, sizin çantanızda özəl bir əşyanız var. Kimsə gəlir sizin özəl əşyanızı götürür, çıxarır o çantadan. Sizin xoşunuza gələr və yaxud da sizin telefonunuzu alır, qurcalamağa başlayır. Xoşunuza gələr? Yox. Bu da uşaqların özəl alanlarıdır və biz onlara daxil olmamalıyıq. Amma biz onlara bəzən daxil oluruq. Amma ki, bu o demək deyil ki, nəzarət etmirik. Nəzarət etməliyik. Məsələn, kiçik yaşlarda övladlarınıza YouTube Kids izlətdirə bilərsiniz və YouTube Kids-də siz onun izləyəcəyi hər şeyi seçə bilərsiniz. Yəni o istədiyi ağlına gələni izləyə bilməz. Siz seçib bir siyahı düzəldirsiniz və sizin düzəltdiyiniz siyahıya görə oradakı cizgi filmləri gəlir. Daha sonra isə uşağın yaşı artdıqca uşağın xəbəri olmadan onun sosial şəbəkəsini nəzarətdə saxlaya bilərsiniz. Çünki bugün kiber zorakılıq, digər zorakılıq növləri ilə artıq bərabər şəkildə belə desə inkişaf edir. Uşaqlara yazırlar, öncə dosyana yazırlar, əsasən də yeniyetmələrə, həmin andakı o necə deyim, o vəziyyətindən istifadə eləyirlər, söhbət eləyirlər, hətta xoş söhbət eləyirlər, yeniyetmə ona bağlanır, söhbət eləyir. Sonra yavaş-yavaş uşaqlardan şəkil istəyirlər, daha sonra uşaqlara şəkil atmağa başlayırlar və təhdid eləyirlər, onları şantaj eləyirlər ki, bax bu şəkli sənə atıram, məsələn, sən də mənə atmasan, mən səni biabır eləyəcəm, gələcəm anana deyəcəm, gələcəm atana deyəcəm, məktəbinə gələcəm. Uşaqları bu formada şantaj eləyirlər. Və bizim uşaqlarımızı bundan qorumağımız üçün ilk öncə uşaqlarımızın sosial şəbəkələrinə nəzarət eləməliyik. Daha sonra uşaqla öz aramızda o güvəni yaratmalıyıq ki, uşaq gəlib bizə məlumat versin və ümumiyyətlə uşağımıza o cinsi mövzularda yaşına uyğun söhbətlər edib onu maarifləndirməliyik ki, belə hadisələrdə o gəlib sizə məlumat verə bilsin. Yaşına uyğun söhbətlərdə dediyimiz kimi 0-3 yaşında yaxşı toxunuş, pis toxunuş, məhrəmiyyət təlimi övladımıza veririk. 3-6 yaşında artıq onun suallarını cavablandırırıq, cavabsız qoymuruq. Baxın, bir uşaq sizə sual verirsə ki, mən necə dünyaya gəldim, deyəlim 6 yaşı var. Onsuz da 6 yaşında uşaqlar yazmaq öyrənir. Siz Hacı Leylək deyəcəksiniz, o gedəcək YouTube-da axtaracaq ki, uşaq necə dünyaya gəlir. Yaza bilməyən uşaq da YouTube-un səsli versiyasından səs atacaq və məlumat gələcək. Və yaxud da ki, deyəlim ki,
yeniyetmə dövründə bir övladınız var, oğlan uşağıdır. Gəlir sizə sual verir ki, mən niyə məsələn üzümdə səpkilər çıxır, niyə məndə tüklənmə baş verir və siz deyirsiniz ki, hə heç nəyi bu hamıda olan şeydir deyib keçirsiniz. O uşaq gedəcək bunu ya internet üzərindən axtarıb yanlış mənbələrdən məlumat tapacaq, yanlış videolar, yanlış məlumatlar, izləməməli olduğu videolar çıxacaq qarşısına. Ya da ki, öz tanış, dost, sinif yoldaşları arasında özləri müzakirə eləyərək yenə ya özlərindən böyüklərdən yanlış məlumatlar alacaqlar, ya da ki, öz aralarında o yanlış, belə deyək də, informasiyalarla bir-birlərini aldadacaqlar. Bunun da çıxış yolu nədir? Bunun çıxış yolu övladınızla yaşına uyğun cinsi tərbiyə verməlisiniz. Deyəlim ki, yeniyetmədir və gördünüz ki, siz o otağında masturbasiya eləyir. Siz otağa dalıb da, ay sən nə edirsən, ayıbdır, biabır elədin bizi kimi uşağa yanaşmamalısınız. Gördünüz, övladınızla söhbət eləyə bilərsiniz. Ümumiyyətlə bunu eləyirsə, demək ki, öz daxili dünyasında bir şeylər baş verir. Bugün məktəbdə günün necə keçdi? Ümumiyyətlə dostlarınla aran necədir? İstəsən dostlarını bizə dəvət edə bilərsən. O güvəni, o sevgini yaradırsınız. Daha sonra sual verə bilmirsiniz, deyəlim ki, danışa bilmirsiniz. Hər yaşa uyğun uşaqların oxuya biləcəkləri, daha doğrusu sizin oxuya biləcəyiniz cinsi tərbiyə mövzularında kitablar var. Araşdırın, sizin övladınızın yaşına uyğun cinsi tərbiyə mövzusunda bir kitabı əldə eləyin, özünüzdə oxuyun, verin uşağınız da oxusun. Deyəlim ki, özünüz o söhbətlərə girmək istəmirsiniz. Məsələn, oğlunuzla masturbasiya haqqında danışmaq istəmirsiniz. O zaman o kitabı alın, verin oğlunuza. Deyin ki, məsələn, mən bu kitabı sənə hədiyyə almışam. Mən də oxuyuram, sən də istəsən oxu, istəsən sonra birlikdə müzakirə edərik kimi. Bildiniz necə? Yəni bunu yaratmaq sizin əlinizdədir. Çünki o gedib yanlış yerlərdən nəsə alıb oxumaq əvəzinə, siz alın o kitabı verin ki, al bax oxu, burdan öyrən. Yeniyetmələrə bunu eləyə bilərsiniz. Çünki yeniyetmələr elədir ki, siz ona nəyisə qadağa etməklə, nəzarət etməklə, gəl sən qabağıma qoyun, başa salacamla olmur da. Film izlədə bilərsiniz, kitab alıb verə bilərsiniz. Bir yollarla başa sala bilərsiniz. Məsələn, qızınız varsa, qızınızla menstruasiya dövrünə yaxın söhbətlər aparmalısınız. Onunla gedib məsələn tanış eləməlisiniz, pedlərlə alış-veriş eləməlisiniz. Menstruasiyanın normal bir şey olduğunu, utanılmamalı bir şey olduğunu izah etməlisiniz. Eyni zamanda oğlunuz varsa, oğlunuza da bunu izah eləməlisiniz ki, məsələn, yeniyetməlik dövründə oğlanlarda məsəl üçün üzdə səpkilər artır, tüklənmə baş verir, tərləmələriniz artır, qoxunuz, tərinizin qoxusu dəyişir. Qızlarda isə bir döngü olur. Hər ay bu döngü təkrarlanır. Məsələn, qızlar qarın boşluğunda ağrı hiss edirlər, özlərini narahat hiss edirlər. Onlara qarşı daha bir özəlli davranmalıyıq. Bu formada oğlunuza da bunu izah edə bilərsiniz ki, qarşısındakı xanıma qarşı necə davranmalı olduğunu öyrənsin. Və bunların hər biri bilirsiniz nədən keçir? Siz valideynlərdən. Yəni öncə özünüz maariflənməlisiniz, daha sonra uşaqları maarifləndirməlisiniz. Və bu çox çətin deyil. İnanın mənə, cinsi tərbiyə mövzusunda 2-3 yəni uzaqbaşı kitab ola bilər, yaşlara görə bölünmüş. Məsələn, 0-6 yaş, 6 deyəlim ki 12 yaş. O iki kitabı əldə edib oxusanız, məsələn mən də buradan sizə yetəri qədər məlumat verdim ki, 0-6 yaş arasında uşaqlarla nə edə bilərsiniz, daha sonra nə edə bilərsiniz. Oxuduqdan sonra da tam oturur beyninizə və siz artıq bunu emal etməyə çalışırsınız, övladınıza öyrədirsiniz. Əsas olan şey övladınızla aranızda güvən bağı qurmaqdır. Daha sonra əsas olan şey övladınızın özəl alanlarına hörmət etməkdir. Daha sonra əsas olan şey uşağınıza yox deməyi öyrətməkdir. Yox demək. Ən əsası budur. Uşaqlarımıza yox deməyi öyrətməliyik. Biz elə bilirik ki, hər kəs avtobusa minirik, uşağınız ayaq üstə durmaq istəmir, amma kiminsə qucağında da oturmaq istəmir də. Zorla kiminsə qucağına oturturursunuz uşağınızı. Otuzdurmayın. Olmaz. Qoy uşaq başa düşsün ki, kiminsə qucağında oturmaq olmaz. Bu normal deyil. Başqaları sənə konfet verəndə onu öpmək olmaz. Bu normal deyil. Çünki sabah yolda, parkda kimsə gəlib əlinə bir dənə konfet verib desə ki, gəl sənə apanın pişiyi it göstərəcəm, o uşaq düşüb onun yanına gedəcək. Siz onu öyrətməlisiniz ki, yad insanlar sənə nəsə verəndə onu almırsan. Yad insanlarla ana ata olmadan harasa getmirik. Kimsə gəlib sənə desə ki, səni ananın yanına aparacam, inanma ona. Əgər ana sənə deməyibsə ki, bugün məsələn əmi, dayı, bibi, xala gələcək dalınca,
İnanma. Otur orada ananı gözlə. Otur orada atanı gözlə. Və bunu formalaşdırmaq sizin əlinizdədir. Baxın, bütün bunlarla biz övladımızı o cinsi zorakılıqdan qoruya bilərik. Və təhsillə. Uşaqlarımızı təhsildən yayındırmayaq. Qızlarımızı təhsildən yayındırmayaq. Bugün deyirlər, 14-15 yaşı var, evlənməyə həvəslidir. 18 yaşı var, evlənmək istəyir. Baxın, dünən hətta bu söhbəti öz qohumumla elədim. 18 yaşı dekabrın 10-u 18 yaşı bitir və 13-ü toyudur. Bir ay bundan əvvəl nişanlanıb və özü də həvəslidir. Amma burada o 18 yaşında qızı günahlandıra bilərik biz? Xeyr. Çünki o gözünü açdığı andan anası ona cehiz yığıb. Gözünü açdığı andan evə gələn qonağa deyiblər ki, səni oğluma alacağam mən. Sən çox qəşəng qızsan. Sən nə ağıllı qızsan. Ona heç kim deməyib ki, sən böyüyəndə nə olmaq istəyirsən. Ona heç kim deməyib ki, mən sənə inanıram. Sən böyüyəndə həkim ola bilərsən, sən böyüyəndə mühəndis ola bilərsən, sən böyüyəndə polis ola bilərsən. Bunu heç kim deməyib ona. Ona ancaq sən qızsan. Qız kimi otur, qız kimi danış, yüksək səslə gülmə. Qızsan sən. Atana, anana xidmət elə, qardaşına çay gətir. Ev işlərini qız görməlidir. Qızsan sən, maşınlarla oynama, gəlinciklərlə oyna. Qızsan sən. Bunları o qədər formalaşdırıblar ki, onun beynində. Artıq 18 yaşında təbii ki, evlənmək istəyəcək. Bəziləri o evdən qaçmaq üçün evlənmək istəyir. Bəziləri evlənib də fərqli həyat yaşayacağını düşündüyünə görə evlənmək istəyir. Çünki axı gördüyü fərqli bir şey yoxdur. Bunun üçün nə etməliyik? Övladlarımızı təhsildən yayındırmamalıyıq. Təkcə öz övladlarımızı yox, qonşuda, qohumda, nə bilim, məhəlləmizdə gördüksə kimsə uşağını 14 yaşında, 15 yaşında nişanlayır, tanıdığımız insan olsa belə, həmin insana çox dəyər versək belə, qaynar xəttə zəng vurmalıyıq, polisi məlumatlandırmalıyıq, icazə verməməliyik. Çünki bir qızın həyatını məhv edirlər və siz buna şahid olursunuz və siz ora şahid kimi imzanızı atırsınız. Məndən keçsin, mənə nə, o məndən qonşumdur, mən neyniyə bilərəm ki, deməyin. Gördünüz biri qızını məktəbdən çıxarıb oturdub evdə, gedin polisə şikayət edin, gəlib o qızı yenidən məktəbə yazdırsınlar. Çünki bu cəmiyyət bizim cəmiyyətdir, bu qızlar bizim qızlarımızdır və biz hər birimiz o uşaqlara görə məsuliyyət daşıyırıq. O məsuliyyəti daşıdığımıza görə də bu məsuliyyəti öz üzərimizə götürsək, yəni bir şeyləri dəyişə bilərik. Mən həmişə eyni şey deyirəm, televizorda görürük ki, 16-15 yaşında qızı evləndirdilər, qınaqdır deyib, o atanı, ananı günahlandırırıq, düzdür? Amma sonra da bir də dönüb özümüzə baxırıq ki, öz başıma gəlib bu. Həqiqətən o an içimdə bir şeylər qırıldı və o an fərqinə vardım ki, yəni niyə özümüzünküdür deyəmi? Düzdür, uzaqdan uzağa, uzaq bir qohum, eşitdim ki, 16 yaşında toy elədilər. Nəsə eləyə bilmədim, həmin an artıq olmuşdu, bitmişdi toy. Amma məsələ burasındadır ki, o an mənə danq elədi. Başqasında olanda qınayırıq, amma öz içimizdə olanda, öz oğlumuzdur deyib, bəhbəhlə xonçalar qurub gedəndə deyirik ki, Allah xoşbəxt eləsin. Bu bizim məsuliyyətimizdir, bu bizim cəmiyyətimizin məsuliyyətidir və bu cəmiyyət olaraq bir şeyləri dəyişmək istəyiriksə, bildiyimiz hər şeyi ətrafımızdakı insanlara öyrətməliyik. Görürsünüzsə kimsə balaca bir qızın dodağından öpür, deyin ki, olmaz, öpmə. Öz uşağınıza qarşı da olsun. Gəlir, qucaqlayır zorla, uşağı öpür, qoymayın. Olmaz, öpmə. Uşaq özü öpmək istəyirsə öpər. Salam ver, qucaqla. Uşağı lazım deyil. Əmi, dayı alır, tulluyur, oturdur qucağında. Eləməyin. Bu demək deyil, heç kəsə güvənməyək, övladınızı heç kəsə əmanət etməyək. Xeyr. Amma uşaq istəmirsə eləməsin. Yəni, birinə pipini yeyim demədən də sevmək olur. Poponu yeyim demədən də sevmək olur. Birinin dodağını öpmədən də sevmək olur. Yəni, bu formada da sevə bilərik. Necə olur, məsələn, Avropaya baxırıq, 5 yaşında uşaqdır, kimsə onu istəməyəndə deyir ki, istəmirəm, mənə öpmə məni. Və onun o 5 yaşında uşağın o istəmirəm, öpmə məni sözünə qarşı hər kəs hörmətlə yanaşır və onu öpmür. Amma biz 5 yaşında uşağı gətirir ki, yox, xalan da, əmin də öpməlisən, mütləq qucaqlamalısan. Məcbur edir ki, yox, öpməlisən. Hələ bir şey də olanda deyir ki, acıqan uşaqdır, neyi qayıst uşaqdır? Niyə öpməyə qoymadı ki, neynədir ki, yemədik sənin uşağını? Yəni bunları aradan qaldırmalıyıq ki,
biz bu cinsi zorakılığın sayı azalsın, bu belə deyək də tacizlərin sayı azalsın, təcavüzlərin sayı azalsın və biz beynimizi dəyişməliyik ki, necə deyim, qurban olan qurbandır. Nə olur olsun qurbandır. Belə yanlış da anlamayın məni. İstəyir lüt gəzsin, o yenə də qurbandır. Onun lüt gəzməsi sənə haqq qazandırmır ki, sən gəlib ona toxunasan. Belə indi suallara istəyirəm keçmək. Çünki görürəm suallar gəlir. Suallarla da elə bir cavablandıra davam eləyək. Aha. Kimsə 2 nöqtə. Sizin danışdığınıza psixoloq günahkardır. Niyə? Çünki laqeyd kitab düşüncəsində qaydalarla işləyən biri olmuşdu. Diqqətli olub biraz geniş söhbət etsəydi, çox problemdən qaçmaq olardı. Həmin hadisəni xarici ədəbiyyatda oxumuşam. Mən demirəm ki, psixoloq günahkardır ya da günahkar deyil. Buradakı məsələ o deyil. Buradakı məsələ odur ki, valideynin evdə uşağına öyrətdiyi. Olmasın psixoloq, həmin uşaq gedib, məsələn, qonşudakı birinə də gedib deyə bilər ki, məsələn də atam məndən peçenyamı istəyir. Qonşu da ona nə deyəcək? Deyəcək ki, peçenyanı paylaş atanla. Düzdür? Yəni eyni şey deyəcək və yaxud da ki, sizə də gəlib deyə bilər. Yəni məsələ burada kimin problem bilirsiniz nədir? Biz o dəqiqə günahkar axtarmağa çalışırıq. Məsələ günahkarı axtarmaq deyil. Məsələ ailədən gələn bir şeydir. Mənim sizə çatdırmaq istədiyim şey odur ki, uşağınıza cinsi orqanlarını cinsi adı ilə öyrədin. Vagina, penis və popo. Cinsi adı ilə öyrədin ki, uşaq da sabah başına gələn problemi izah edəndə gəlib kiməsə deyə bilsin ki, məsələn də qonşunun oğlu mənim vaginama toxundu. Nə bilim, qonşunun oğlu mənim pipimi sığallamaq istədi. Bunu deyə bilsin və siz o zaman başa düşəcəksiniz, hə, kimsə pipisini sığallaya bilməz axı uşağın. Məsələ burada budur. Yəni buna görə bu hekayəni sizə danışdım ki, yenə deyirəm, mən çoxdan izləmişdim onu, heç yadımda qalmayıb belə ki, kimdir, amma bilirəm ki, belə bir hadisə baş verib. Buradakı məsələ odur ki, övladımıza necə öyrətməliyik? Hə, ola bilər orada psixoloq daha diqqətli olmalı idi. Ola bilər bəlkə heç psixoloqa 2-3 seans gəlmişdi. Mən burada günahkar axtarmıram. Mənim demək istədiyim odur ki, övladınıza cins orqanlarını adları ilə öyrədin və bunlara səndən başqa heç kim toxuna bilməz mesajını verin. Mənim sizə çatdırmaq istədiyim şey budur. Daha sonra bunu oxuduq. Yeniyetmələrə sevgini necə aşılamaq olar ki, indi sizin gələcəyiniz öndədir. Oxuyub təhsil alıb çalışdıqdan sonra ailə həyatına hazır olmalısınız. Sahil bəy yazıb bunu. Yeniyetmələrə sevgini necə aşılamaq olar? Ümumiyyətlə, belə bir şey var da. Biz yeniyetməyi sevgini aşılamaqla, bir uşağa sevgini yeniyetmə olanda aşılamağa çalışmalı deyilik. Uşaq dünyaya gəldiyi andan biz ona düzgün sevgi versək, düzgün empatiya qura bilsək onunla, düzgün disiplin qura bilsək, onsuz da o uşaq sevildiyini hiss edəcək. Təbii ki, yeniyetməlik dövründə bir böhran dövrü yaşayacaq. Təbii ki, bütün yeniyetmələr kimi sevilmədiyini düşünəcək. Ən belə deyək də çətin anları özü yaşadığını düşünəcək. Amma hər şey sevgi ilə həll olacaq. Və bu sevgi yeniyetməlik dövründə formalaşa bilməz. Uşaqların inandıqları bir inanc var da. Baxın, pozitiv disiplin var, bilmirəm, eşitmisiniz ya eşitməmisiniz. O nə deyir? Uşaqlarda hər hansısa bir belə deyək də davranışı, bir vərdişi formalaşdırmaq istəyirsinizsə, 4 prinsipi var pozitiv disiplinin. Birincisi, ən əsası empatiya quracaqsınız. Uşağa sevgi ilə yanaşacaqsınız. Sevgi və disiplin. Daha sonra uşağa qarşı tutarlı olacaqsınız. Tutarlı olmaq nədir? Yəni, bugün mən sənə sevgi ilə yanaşıram, amma məsələn də deyirəm ki, televizora yarım saat baxa bilərsən. Sabah da sevgi ilə yanaşıram və deyirəm ki, televizora yarım saat baxa bilərsən. Sabah mənim işim var deyib, bütün gün televizora oturub baxmırsınız. Budur, tutarlı, yəni vəhdətli olmaq. Və uşağa qarşı, uşağı uşaq kimi deyil də, şəxsiyyət kimi yanaşmaq. Siz bu formada övladınıza sevgi aşılasanız, zaten o uşaq yeniyetməlik dövründə də sevildiyini hiss eləyəcək. Uşaqla dil savaşına çıxmağın mənası yoxdur. Uşaqla inadlaşmağın mənası yoxdur. Hansı yaşda olur olsun. Çünki siz inadlaşdıqca o inadlaşacaq. Siz dilləşdikcə o dilləşəcək. Və ikinizin də o, belə deyək də, o tansiyon qalxacaq yuxarı və heç bir problem həll olmayacaq. Məsələ uşaqla empatiya qurmaqdır. Mən səni anlayıram.
Sən bu dəqiqə özünü çox qəzəbli hiss edirsən. Sən mənə qarşı çox əsəbisən. Sən dərslərini eləmək istəmirsən. Amma dərslərini eləməsən bunun belə deyək də nəticələrinə də sən qatlanmaq məcburiyyətindəsən. Dərslərini eləməsən, məsələn, deyəlim ki, yeniyetmə biri ilə də imtahanı verə bilməyəcəksən və imtahanı verə bilmədiyinə görə istədiyin təhsili də ala bilməyəcəksən. Bu artıq sənin seçimindir. İstədiyin təhsili almaq istəyirsənmi, istəmirsənmi? Sən nə olmaq istəyirsən? Və bunu formalaşdırmaq ən kiçik yaşdan başlayır. Siz uşağınıza o qədər özünü ifadə etmə bacarığı formalaşdırmalısınız, uşağınızı özgüvənli böyütməlisiniz ki, o uşaq həm sevildiyini hiss eləsin, həm disiplində böyüdüyünün əmin olsun, həm də ki, özünü ifadə edə bilsin. O özü istədiyinə görə dərslərini oxusun, gələcəyi haqqında nəsə fikirləşsin, sizə borclu olduğuna görə yox və yaxud da sizdən qorxduğuna görə yox, başqalarının uşağı oxuyur, mən də oxuyum deyə yox, özü istədiyinə görə. Bu isə kiçik yaşdan formalaşdırılmalı olan bir davranışdır. Daha sonra suallar o qədər çoxdur ki, bu görüntüdən sonra bir də bu heç uşaqların özgüvən formalaşmasını hansı yaşlarda təbliğ etmək lazımdır? Uşaqlarda özgüvənin formalaşmasını hansı yaşlarda təbliğ etmək lazımdır? Ümumiyyətlə, uşaq dünyaya gəldiyi andan siz onda özgüvən formalaşdırmalısınız. Özgüvən necə formalaşır? Uşağı sevərək formalaşır, uşağa qarşı empatiya quraraq formalaşır, uşağın fikirlərinə önəm verərək formalaşır. Baxın, bayaq dediyimiz kimi, məsələn, bir uşaq deyir ki, mən öpülmək istəmirəm və siz onun fikrinə önəm verirsiniz. Hə, mənim uşağım indi öpülmək istəmir. Uşağım istəmədən onu öpmək olmaz. Başa düşürəm səni. İstəmirsən, istəməyəndə yox deyə bilərsən. Baxın, bu formada formalaşır özgüvən. Və yaxud da uşaq hər hansısa bir yeməyi yemək istəmir, siz ona zorla yeməyi yedirtmirsiniz. Siz ona zorla yeməyi yedirsəniz, siz onu özgüvənini sarsmış olursunuz, sındırmış olursunuz. Və yaxud da uşaq bir şeydir, həvəslə gəlir ki, bax, gör nə qəşəng eləmişəm, mən şəkil rəngləmişəm. Amma eybəcər bir şəkil rəngləyib də. Siz bu nə deyə? Lalə səndən daha qəşəng rəngləyir dediyiniz an uşağın özgüvənini qırırsınız. Amma wow, nə gözəl rəngləmisən. İnanıram ki, bundan da yaxşısını bacara bilərsən dediyiniz an uşağa özgüvən yükləmiş olursunuz. Yəni özgüvəni formalaşdırmaq doğulduğu gündən, hər yaşdan doğulduya o körpə qucağınıza alır sizi. Ay mənim gözəlim, ay mənim ağıllım, ay mənim bacarıqlım deyərək başlayır. O 6 ayında adi iməkləyir. Vay, afərin mənim qızıma. Nə gözəl bacardın iməkləməyi deməklə başlayır. Qaşığı ilk ağzına aparanda, məsələn, uşaqlar özünə bacarıq xidmətlərini tək başına edəndə onlarda özgüvən formalaşır. 5 yaşına qədər uşağı özünüz yedirsəniz, o uşaqda özgüvən formalaşdıra bilməzsiniz. O sadəcə olsa ego olar. Amma siz artıq 6 ayından uşağın qabağına qoysanız püreni özü ağzına aparmağa çalışsa, 2 yaşında özü üstünə başına tökərək o qaşıqla yemək yeməyə çalışsa və siz bunu alqışlasanız ki, wow, nə gözəl yedin, afərin sənə, sən bacarırsan, siz övladınızda özgüvən formalaşdıra bilərsiniz. Cinsi zorakılıq hallarında ailənin reaksiyası uşağın bərpasına necə təsir edir? Təbii ki, cinsi zorakılıq hallarında ailənin reaksiyası çox önəmlidir. Ailə var ki, gəlir uşaq deyir ki, mənim başıma belə bir şey gəlib. Ailə uşağı günahlandırır. Sən günahkar, bayaq dediyim kimi də bizim cəmiyyət qınağı kimi biabır olduq. Biz çölə bayıra çıxa bilməyəcəyik, qıçını qırıb bundan sonra evdə oturursan, tez evləndirəcəyik səni və yaxud da indi qız uşağıdsa, oğlan uşağıdsa, heç kəs bunu bilməsin, biabır olduq falan kimi reaksiya verirsə, təbii ki, o bərpa etmə prosesi daha da uzanır. Çünki belə olan bir ailə uşağını psixoloqa da aparmır. Yəni o uşaq özünü bərpa etməyə çalışır. O bərpa etmədə nə zaman bərpa olar, onu da artıq bilə bilmirik. Yetişkinlik dövründə artıq özü bir şeylərin fərqində varanda, özü terapiyalara müraciət eləyəndə bunu bərpa eləyə bilər. Amma yox, valideyn uşağa başa düşürəm səni, çox pis hadisə baş verib, özünü üzgün hiss edirsən, narahat olma, mən sənin yanındayam, qorxma, biz bunu birlikdə aşacağıq deyib övladını psixoloqa aparanda, övladının yanında olduğunu hiss etdirəndə, sabah cəmiyyətə çıxanda övladına hər kəs pis-pis baxanda narahat olma, biz birlikdəyik, heç nə olmadı, sən günahkar deyilsən, sən qurbansan deyəndə, təbii ki, bu zaman o bərpa prosesi sürətlənəcək və daha sağlıqlı şəkildə tamamlanacaq. Qarşı tərəfə empatiya qurmaq necə olmalıdır? Rəhmə müəllimə. Qarşı tərəfə empatiya qurmaq deyəndə uşağı qarşı mı deyirsiniz, ümumiyyətlə insanlara qarşı mı deyirsiniz, bilmirəm. Amma empatiya belə bir şeydir də. Biz adətən deyirik,
öz baxış bucağımızdan baxırıq. Məsələn, mən buradan baxıram 6, siz oradan baxırsınız 9. Empatiya odur ki, biz hər kəsin baxış bucağına hörmət eləyirik. Məsələn, mən dönüb bir baxıram ki, bəlkə hə o oradan baxanda 9 görür, mənim buradan baxanda 6 görürəm. Baxın bu empatiyadır. Və necə deyim, empatiya qurmaqdan ötürü güclü emosional zəkaya malik olmalısınız. Yəni hər zaman mən deyən doğrudur, %100 mən doğruyam deyib hadisələrə yanaşmalı deyilsiniz. Çünki bütün hadisələrin hər iki tərəfi var. Təbii ki, burada mən demirəm ki, kimsə cinayət törədib, deyəlim ki, elə şey deyək də, məsələn, 64 yaşlı bir kişi 4 yaşında uşağa qarşı seksual hərəkət sərgiləyib. Mən şəxsən buna qarşı empatiya qura bilmirəm. Mən deyə bilmirəm ki, o kişi nəsə yaşamışdı ona görə. Ya da o 3 nəfər var idi Naxçıvanda uşağa qarşı təcavüz eləyənlər, hərbiçilər. Birinə belə bir qərar verildi ki, səhv etmirəmsə, homoseksual olduğuna görə onu azadlığa buraxdılar. Homoseksual olması onun oğlan uşağı və yaxud da qız uşağı da fərqi yoxdur. Yəni oğlan uşağına qarşı təcavüz etməsi demək deyil. Homoseksualdır. Birincisi uşaqla birlikdə olmaq cinayətdir 18 yaşına qədər. İkincisi 18 yaşı tamam olsa belə bu insanın özünün istəməməsi cinayətdir. Yəni bu təcavüz sayılır. Üçüncüsü isə yenə də deyirəm, homoseksual olması bu demək deyil ki, hər qarşısına çıxana istədi, istəmədi onunla əlaqəyə girə bilər. Yəni mən məsələn buna empatiya qura bilmirəm və yaxud da kimsə deyəlim ki, durdu qadını, xanımını öldürdü, həyat yoldaşını öldürdü və yaxud da qadın kişini deyəlim öldürdü. Mən deyə bilmirəm ki, o xəyanət eləmişdi, ona görə öldürdü. Bu empatiya deyil. Empatiya odur ki, məsələn mən deyirəm ki, bir qadın evdə döyülür, amma o evdən çıxa bilmir. Hə, mən ona empatiya qurmağa çalışıram ki, bəlkə gedəcək yeri yoxdur. Bizim cəmiyyətimiz elədir ki, ana ata onu qəbul eləməyəcək, uşağına baxa bilməyəcəyinə görə, iqtisadi azadlığı olmayacağına görə oradan çıxa bilmir. Bax, bu empatiyadır. Çox sağ olun Saadət xanım. Həqiqətən çox haqlısınız. Bəli, doğru, gözəl söz nitqin sağlamlıq və masa çıxdınız. Çox sağ olun, təşəkkür edirəm. Mən də təşəkkür edirəm ki, təlimi sona qədər dinləyirsiniz. Uşağını psixoloqa aparırsa, daha sonra psixoloqla danışmalıdır. Ona dediklərini öyrənməlidir. Mən uşağımı onunla danışanı, mən psixoloq və mən onu aparmağa davam edirəmsə, günah məndədir demək. Yox, əslində birincisi yaş söhbəti var. Psixoloq seansda fərqi yoxdur. Yetişkin olsun, uşaq olsun, yeniyetmə olsun. Seansda olanları psixoloq yəni onunla gələn şəxsə də belə desək də, indi uşaqdan söhbət gedirsə, valideynə deməli deyil. Burada təbii ki, artıq belə deyək də 0-6 yaş arası biraz istisnadır. Amma 0-6 yaş arasında belə valideynlə konsultasiya eləyəndə psixoloq hər olanı valideynə demək məcburiyyətində deyil. Və məsələ burasındadır ki, zaten əgər siz o peçenye mövzusuna görə deyirsinizsə, zaten uşağın özünə qapalı olduğunu, heç kəslə heç nə paylaşmadığını düşünərəkdən uşağı psixoloqa gətiriblər. Yəni valideynin belə ağlına gəlməyib ki, uşaq orada peçenye deyəndə onu nəzərdə tutur. Amma psixoloq yəni hər şeydə valideynə danışmır. Siz 3 yaşında uşağınızı aparsanız, okey. Amma məsələn deyəlim ki, bir yeniyetməni aparmısınız psixoloqa. Əgər bir intihar halı yoxdursa, əgər bir təcavüz halı yoxdursa, təcavüz olsa belə o psixoloq o uşaqla icazəsini alandan sonra valideynlə danışır. Psixoloq birbaşa valideynə məlumat vermir. Rəhmə xanım, internetdə və sosial şəbəkə uşaqları qorumaq üçün nə kimi tədbirlər görməliyik? Bayaq dediyim kimi, yəni uşağın sosial şəbəkələrini nəzarətdə saxlamalısınız. Amma bu uşağın xəbəri olmadan olmalıdır. Baxın, bu dəqiqə telefonları da necə deyim, sosial şəbəkələr indi uşağınızın hesabı sizdə də ola bilər, uşaqda da ola bilər. Kiçik yaşdan formalaşdırırsınız. Kiçik yaşdan baxmalı, izləməli olduğu şeyləri formalaşdırırsınız. Əgər siz oturub 3 yaşında uşaqla birlikdə Türk serialı izləyəcəksinizsə, sizin övladınız da 10 yaşı olanda gedəcək Netflix serialı izləyəcək. Yəni bunun qarşısını almaqdan ötürü uşağın o maraq dairəsini elə formalaşdırmalısınız ki, sabah o uşaq sosial şəbəkədən istifadə edəndə girib yazıb axtarsın ki, məsələn, dünya niyə yumrudur? Və yaxud da girib yazıb axtarsın ki, məsələn, nə deyim, robot texnika ilə məsəl üçün robot texnikanı necə maraqlana bilərəm, hardan tapa bilərəm. Yəni ağlınıza elə bir şeylər gəlməlidir. Yəni hansı heyvanların nəsli tükənir? Bu kimi suallar yazsın o uşaq ora. Yəni uşaq əgər Türk serialı ilə böyüyürsə, təbii ki, gedib axtaracağı şeylərdə biraz
Yəni seksual şeylər olacaq. Çünki gördüyü odur, axtaracağı da olacaq. Çox sağ olun, təşəkkür edirəm. Varım biz hər şey fayda etməli. Bu da həmin insanlar qarşı. Nə insanlar qarşı? Bu tipdə danışıqları bizim ailələrdə nə vaxt olacağını düşünürsünüz? Mən ümumiyyətlə çox ümidliyəm ki, bizim yeni nəsil valideynlər biraz daha uşaqların sadəcə uşaq böyütməyin yemək, içmək və paltardan ibarət olmadığını dərk edirlər və uşağa investisiya kimi baxmırlar. Həqiqətən uşağın psixologiyası, uşağın şəxsi inkişafı, uşağın təhsili çox önəmlidir. Gəlirəm. Al apar, istəyirsən bunu gəlirəm. Qaç get gəlirəm. Uşağı üçün bir saniyə üzr istəyirəm. Aha. Mən düşünürəm ki, yəni müasir ailələr daha çox bu şeyə yatkındırlar. Məsələn, siz əgər bu gün bu mövzuda gəlib bu təlimə qoşulmusunuzsa və sona qədər dinləyirsinizsə, demək ki, sizin ailənizdə bir şeylər dəyişir. Və bu dəyişim bizim özümüzdən başlayır. Bu təlimdə eşidilənləri siz öz ailənizə tətbiq eləsəniz, sonra ətrafınızdakı ailələrə yaymağa çalışsanız, bu yavaş-yavaş belə deyək, zəncirvari formada yayılmağa başlayacaq. Məsələn, mən bu gün deyirəm ki, qızıma ki, dodaqdan öpmək olmaz. Kimsə də öpmək istəyəndə sərt şəkildə deyirəm ki, mənim qızımın dodağından öpməyin. Düzdür? Və mənim ətrafımdakı insanlardan da üçündən biri görüb mənim elədiyimi eləyirsə, demək ki, bir şeylər dəyişir. Hə, bəlkə 20 ildən sonra tam dediyim kimi formalaşacaq, amma bu dəyişimin başlaması üçün indidən başlamaq lazımdır. Bu dəyişim olacaq, yəni bir gün mütləq ki olacaq. Bir dəqiqə. Mhm. Mhm. Başqa sualı olan varmı? Mən orada yazılan hər şeyi oxudum. Xoş sözlərinizə görə də təşəkkür edirəm. Suallarınıza görə də təşəkkür edirəm. Əgər faydalı ola bildimsə, nə xoş mənə. Çünki məqsədim odur ki, həqiqətən sizlərə nə qədər çox valideyn maarifləndirə bilsəm, nə qədər çox bildiyimi valideynlərə çatdıra bilsəm, o qədər çox özümü xoşbəxt hiss edirəm və düşünürəm ki, mən bu cəmiyyətə faydalı nəsə eləyə bildim, bu cəmiyyətə faydalı ola bildim. Əgər sizə də faydalı ola bildimsə, siz də nəsə öyrənə bildinizsə bu gün, nə xoş mənə. Kiminsə də əlavə burada yaza bilmədiyi, dilə gətirə bilmədiyi hər hansı bir sualı varsa və yaxud da başına gələn belə bir hadisə varsa, Instagram səhifəmə Aytaç xanım atar, oradan yaza bilərsiniz mənə direktdən. Rəhimə xanım, mən də təşəkkür edirəm sizə iştirakçılar adından, öz adımdan da minnətdaram. Çox sağ olun. İşlərinizdə daimi uğurlar arzu edirəm. Bu aktual mövzu haqqında çox maarifləndirici bir webinar oldu. Nə yaxşı ki, biz bu webinarı təşkil etdik, əməkdaşlıq etdik. Nə yaxşı ki, o təklifi siz mənə dediniz. Sonuncu dəfə 11 oktyabrda bir tədbirdə də çıxışımda demişdim ki, yəni az yaşlıların təhsildən yayınması halları çox baş verir ki, yəni bu cəmiyyətin bir problemidir, belə deyim. Yaxşı ki, bu haqda biz webinar təşkil etdik və maarifləndik sizin sayənizdə. Videonun təkrarını da YouTube kanalımızda paylaşacağam. Ümid edirəm ki, çox insanlara çatar və hər biri bu təlimi, sizin fikirlərinizi dinləyərlər. Ümid edirəm ki, cəmiyyətimizin bu problemi aradan qalxar və azyaşlılarımız təhsilə yönələrlər. O zorakılıq halları aradan qalxar. Yəni ümid edirəm artıq. Bir daha təşəkkür edirəm, minnətdaram sizə. Çox sağ olun. Mən də sizə təşəkkür edirəm ki, həqiqətən bu fürsəti yaratdınız və belə deyək də, bugün az da olsa, kiçik bir kütləyə də olsa bu webinar sayəsində əlimiz çatdı, onları maarifləndirə bildik və əminəm ki, bu dediklərimiz də burada qalmayacaq. Onlar da öz ətraflarındakı insanlara bu məlumatları yayaraq daha böyük kütləyə gedib çatması üçün şərait yaradacaqlar. Çünki hər şey şəbəkə formasındadır da. Mən sizi ötürdüm, siz özünüzdən başqalarını ötürürsünüz, onlar digərlərini ötürür və belə formada şəbəkələşərək
bizlər də artıb böyüyə bilirik. Necə ki, illər öncə o cəmiyyətimizdə olan stereotiplər var ha. O stereotiplər necə şəbəkələşərək böyüyüblər. Qız uşağı təhsil almaz, qız nə qız yükü, duz yükü, nə bilim qız köçəri quşdur. Bunlar necə şəbəkələşib cəmiyyətimizdə istirahət ediblərsə, inşallah bizim fikirlərimiz də şəbəkələşərək cəmiyyətin o düşüncə tərzini dəyişə bilər. Ümidvaram mən də. Bəli, tam haqlısınız fikirlərinizdə. Yenidən təşəkkür edirəm. Instagram profilinizi paylaşacağım qrupda. Əlavə sualı olan elə sizin özünüzə də yaza bilərlər. Hətta sizi takib də edə bilərlər. Çünki maarifləndirici postlar paylaşırsınız. Özüm də izləyirəm, yəni səhifənizi. Təşəkkür edirəm Rəhimə xanım, çox sağ olun. Mən də sizə təşəkkür edirəm. Hər kəsə də gecəniz xeyrə qalsın deyirəm. Sağ olun ki, sona qədər dinlədiniz. Hələlik inşallah gələn görüşlərədək.